Herkese selam dostlar. Bugün klipdeki ilk 5 nəfərin profildəki en sevdiği karakterle birinci olmaya çalışacağız. Onda başlayaq. Ramal dostumuzun en sevdiği karakter Kenji. Kenji'ni test seçək. Buradan başlayalım. Biraz internet sıkıntısı oldu ama neyse. Cəsər yolu. Yəni biraz çətindir çünki onun mərmiləri. Yəni çox haqsızlıq deyil. Adam demək. Ah, hə. İnternet geliyor. Birinci bence olacak. Bəli. Dokuz içine. Ultisi yok, çıldar. Aa. O yoktan mı? Uduk. Sonra o bir şey. Dostumuza bakalım. Leaf yani Mortis sevir. Burada bir altından aktarmaq olsaydı daha yaxşı olardı. Mortis məndə 11 səviyyə perşarjıydı. Burada. Yəni belə məsələn Mortis yazırıq, ən birinci o çıxır, sonra M ilə başlayan insanlar çıxırdı, yəni karakterlər çıxır. Məncə daha məntiqli ola bilərdi. Ya engellik falan yani ben bu olsaydım şu anda alın. Pardon. Neyse. Yani bildiğim kadarıyla o birisi dostumuzun da en sevdiği karakter Mortis. Udmaq istəyirik. İsyanımızı da elədik, onda maça başlayaq. Yani 106 prestiji var adam. Böyle biraz. Tam da bırak. Yazıldık. 5 akıpaç yer oldu. Neyse. Bütün deniz. İndi ben en sevdiğim karakter nerede? Evet. Ben ne yapayım? Pet var. Bir de Rico var yani. Another day, another demon. Whatever. Use a miracle here. Onlar botuymuş tiplər, amma 138 kadaya bot gələcəyi çox deyirəm bu. Mesela bu Barley. Gizemli de ama çok güzel olacaq. Neyse. 1134 kupaya düştüm ben. Azemon. Redelius sevir. Redelius'a biraz ama. Bu arada bu video 2 defa taçlıyor. Çünkü ilkinde kayıt silindi. Yani biraz sıkıntılar oldu. 3 çizimli.
Hayır. Ay. Elə bilirlər ki, onların yanında mükəmməl kəsir. Mən də cəhənnəmdəyəm. Mən bu dünyaya cəhənnəmdəyirəm. Yes, qazancıyıq. Kralius'tan bir dənə taktik var. Çimenlərin yanında gəzin. Əgər ultiniz də olursa da deməli olur ki, kimsə çiməndə olsun. Bakın bu... Neyse. Görək. Deyəsən 5 nəfər oldu. Baxaq. 1, 2, 3, 4, 5. Bəli dostlar, sağ olun. Gələn videolarda görüşərik.